Hər vaxtınız xeyir. Bugün sizlərə çox gözəl, dadı damağınızda qalan bir şokoladlı tort, Leyla tortu hazırlayacağam. Gördüyünüz kimi çox gözəldir. Əvvəlcə quru ərzaqları qarışdırıram. 350 qram un, 60 qram kakao, 1 paket vanilin, 1 paket qabartma tozu və 200 qram şəkərdən istifadə edirəm. Tam yaxşı qarışana qədər qarışdırıram. Quru ərzaqları bir kənara qoyuram. İndi isə keçirəm duru ərzaqları bir-biri ilə qarışdırmağa. 2 yumurtadan istifadə edirəm. Üzərinə əvvəlcə 200 milli duru yağ əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Yumurta ilə yağ bir-birinə qarışır. 200 milli süd və 200 milli də sudan istifadə edirəm. Hamısını bir-biri ilə qarışdırdıqdan sonra bura əlavə edirəm həmin quru ərzaqları və yavaş-yavaş qarışdırıram. Tam həll olana qədər un içərisində, yəni quru ərzaqlar içərisində həll olana qədər. Çay qaşığının yarısından burada soda götürmüşəm və üzərinə 1 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Bu xəmirin yumşaq alınması üçündür. Burada xəmir daha necə deyim, yumşaq və nəmli alınır onda. Tam yaxşı qarışdırdıqdan sonra bu şəkildə duru olmalıdır onu deyim ki. Soba qabına yağlı kağızı sərmişəm və üzərinə əlavə edirəm. 180 dərəcədə alt göz hissəsi yanmaq şərti ilə sobada bişirirəm. Burada gördüyünüz kimi bişibdir. Çox yumşaq alınıb qəşəng və kağızdan aralayıram. Daha sonra kənarlarını səliqəli olsun deyə kəsirəm və kəsdiyim kənarları da deyim ki, üzəri üçün istifadə edəcəm. Bir də mən biskviti tən yarıya bölürəm və bir kənara qoyuram ki, tam soysun. Tam soymasını gözləyirəm. İndi isə keçirəm kremini hazırlamağa. Gördüyünüz kimi çox gözəl alınıb. Kənardan kəsdiklərimi də lazım deyil blenderdən çəkmək. Əl vasitəsilə çox yumşaq olduğuna görə yaxşı xırdalanır. Kremi üçün isə mən burada 160 qram kərə yağından istifadə etmişəm. Bir də ki, pendirli, şokoladlı pendirdən istifadə edirəm. İnanın ki, yağla bu şokoladlı pendiri qarışdırdıqda çox ləzzətli bir krem alınır. Gördüyünüz kimi həm qatıdır, bərk haldadır, həm də çox dadlı olur. Rəngi də ki, gördüyünüz kimi karamel şəklində alınıbdır. Və qalın bir şəkildə yaxıram birinci biskvitin üzərinə. Daha sonra üzərinə ikinci biskviti qoyuram. Gördüyünüz kimi mən biskvitə heç də süd və ya su üzərinə əlavə etmədim. Çünki çox yumşaq alınıbdır. Yenə içərisini göstərirəm sizə. Və daha sonra kremdən götürüb kənarlarını səliqəli olsun deyə bu şəkildə kənarlarına krem yaxıram. Və bir də ki, bu kremin üzərindən də oxantını edirəm. Oxantı bu şəkildə. Yəni tortumuz yaxşı görünsün deyə kənarlarında bu oxantıdan istifadə edirəm. İndi isə keçirəm üzəri üçün glazur hazırlamağa. 25 qram kakao götürmüşəm. Üzərinə 3 xörək qaşığı smetan və 2 xörək qaşığı da şəkər kirşandan istifadə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Artıq kanalımda var bu kremi hazırlamaq. İnanın çox gözəl alınır. Və qazın üzərinə qoyuram, bişirirəm. Krem əvvəlcə yumşaq halda alınır. Daha sonra getdikcə qatılaşır. Onu da deyim ki, kremi burada qaynatmaq olmaz qəti şəkildə. Yəni ocağın xodu aşağı olmalıdır. Tam krem hazır olduqdan sonra görürsünüz ki, qazanın dibinə yapışır. Bu deməkdir ki, hazırdır krem və üzərinə götürüb üzərinə də 1 xörək qaşığı duru yağ əlavə edirəm. Sonra biskvitin üzərinə əlavə edirəm. Bu işləmi tez etmək lazımdır, çünki getdikcə soyuduqca qatılaşır və isti şəkildə əlavə edirik biskvitin üzərinə. Hər tərəfini yayırıq səliqəli şəkildə. Krem yumşaq olduğu üçün, yəni yaxşı yayılır. Özdə görürsünüz ki, parıltılıdır. Elə bu şəkildə də qalır. İnanın ki, heç bir dəyişiklik olmur sabaha keçəndə, sabaha qalanda. Və üzərində ağ şokoladla belə əridirəm ağ şokoladı və belə uzurlar qoyuram. Bu şəkildə belə bir biskvitimiz alınır. Daha sonra kənarları daha səliqəli olsun deyə yerdə qalan oxantını da bu şəkildə üzəri və kənarlarına əlavə edirəm.
biskviti və ya tortu tam hazır etdikdən sonra bir gecə soyuducuda saxlayıram və səhərsi günü də götürüb bıçaq vasitəsilə kəsirəm. İnanın o qədər yumşaq, həm ləzzətli, həm qlazurun dadı bambaşqa bir ləzzət verir və həm də gördüyünüz kimi biskviti çox asan hazırlanır. Yəni deyə bilməzsiniz ki, biskvitim qalxmadı, şişmədi bu şəkildə. Yumşaqlığını özünüz görürsünüz. Çox gözəl alınıb və istədiyiniz formada da edə bilərsiniz bu biskviti. Məsələn, yumru şəkildə də kəsə bilərsiniz. Mən bu şəkildə etdim, uzunsov şəkildə. Yəni bu hər kəsin öz zövqünə baxır. İndi isə birini sizə göstərirəm. İçərisinin kremin rəngini, qalınlığı və biskvitin özü də necə gözəl alınıb görürsüz. Mütləq hazırlayın. Yaxşı reseptdir, dəqiq reseptdir. İzlədiyinizə görə təşəkkür edirəm.